Deməli 11. 0,9'dan kök altından ayrı-ayrı bunların hamısını çıxartmaq olar ha. Yaxşı. 0,14 çıxır. 0,49'dan 0,7 çıxır. 100'dən də 10 çıxır. 0,13'ü 0,7'ye vuranda, yəni ehtiyatlı olun. 2,1 eləmir ha. 0,21 eləyir. Onun ki 10'da 3, 10'da 7. 10 vur 10 100 eləyir. 3 vur 7 də 21. 0,21 vur 100. Adi kəsrə də çevirə bilə bilərdik. Fərqi yoxdur. Yəni 20. Bu da 100'də 2 dənə sıfırdır deyə 2 addım qabağa gedirik. 1, 2 elə cavab olur 21. Elə də cavab yoxdur. Ona görə ki, yəni bu variantlarda elə bir cavab yoxdur. Bu bir sözdən 21'dir. Bir dəfə də yoxlayaq. 0,4, 0,7. Yəni test səhv variantlarda qeyd olunub. 21 cavabı olmalıydı. Yəni yazan şəxs bunu yəni nəzərindən qaçırdı. Heç nə olmaz. Əsas odur mənim izahımı başa düşün. Amma bir dəqiqə mənim səhvim oldu. Üzr istəyirəm. 100'dən 10 çıxır. Əziz şahidlər, 100'dən 10 çıxır. Üzr istəyirəm. 100'dən kök altından 10 çıxır. Mən niyə belə yazdım? Aha. 0,121'də 10'a vuranda bir addım qabağa gedirik sağa. Yəni 2,1 olur. Vergül burada bir addım qabağa 2,1. Cavab var, Y variantı.